Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Deməli, ilk öncə onu hər kəsə bildirmək istəyirik ki, biz bu günə qədər dəvətimizə başladığımız andan ta bu günə qədər Allah Azza və Cəllənin yardımı ilə, Allahın muvaffaq etməsi ilə, Allah Azza və Cəllənin qoruması ilə heç bir kimsə haqqında ismini çəkərək heç bir məsələyə toxunmamışıq. Və bunu etməməyimizin səbəbi bizim dərslərimizə biraz nəzər salan, bizim dərslərimizi dinləyən insanlar bunu rahat bir şəkildə görə bilərlər. Bunu nədən dolayı etməmişik? Yəni gücümüzün yetmədiyindən dolayı yox, bidət əhlini tanımadığımızdan dolayı yox, sapıq olan insanları tanımadığımızdan dolayı deyil. Bunu etməməyimizin əsas səbəblərindən birisi bu dini, bu dəvəti düşündüyümüzdən dolayıdır. Bir insanın bidətindən, bir insanın fikirlərindən, bir insanın hətta özündən insanları çəkindirmək bu heç bir problem təşkil etmir. Problem olan qismi budur ki, biz bu günləri müasir bir dünyada yaşayırıq. İnsanların dinlinin, dinsizin, ateistin, deistin, rafizinin, sələfinin, qeyri-sələfinin sosial şəbəkələrdə, digər firqələrdə olan insanların ağızlarına baxıb, onları güddüyünü və onların ağızlarından çıxanla bu dəvətə zərər vurduqlarının şahidi oluruq. Bu günə qədər bunu etməməyimizin səbəbi kimlərlənsə cədəl eləyə bilməyəcəyimizdən dolayı deyil, kimlərisə tanımadığımızdan dolayı deyil. Sadəcə və sadəcə bu dəvətə zərər gəlməməsindən dolayıdır. Bir daha qeyd edirəm, istədiyin şəxsdən insanları çəkindirə bilərsən, istədiyin şəxsi cərh edə bilərsən, istədiyin şəxsə xavariz deyə bilərsən, istədiyin şəxsə cəhmi deyə bilərsən, istədiyin şəxsə murciə deyə bilərsən, hesabını Allaha verəcəksən. O səninlə Rəbbin arasındadır. Fəqət bu dəvətə zərər verə bilməzsən. Bu dəvətə zərər verə bilməzsən. Bu dəvətə zərər vermiş olan insanlar bu günə qədər baxın gəlin izləyək. Bərabər bir şəkildə bir-birinə rəddiyə verən insanları izləyək. Bir-birinə rəddiyə verən insanlara baxaq. Görək bunun gətirisi nə oldu, zərəri nə oldu. Yəni iki şeyi yan-yana qoyaq. Necə ki imamlar deyirlər ki, fəqih o deyil ki, zərərlə xeyri bilsin. Fəqih o kimsədir ki, zərərin içərisindən daha az zərər olanı bilsin. Yəni tamam, iki şey də zərərdir. Yəni insanların önünə çıxıb birilərini ifşa etmək, biriləri haqqında danışmamaq bu da zərərdir. Amma ortada başqa bir zərər var. İnsanlar bunu alırlar və bu dəvətə zərər gəlir. İnsanlar bir-birlərinin yanında sələfi, zahirən sələfi, yəni o ayırmır. Bu cəhmi imiş, bu xavarici imiş, bu murciə imiş. Belə bir ayrım etmədən insanlar bu dəvətə zərər vururlar və biz bunu əsas alaraq doğru yanlış. Yəni ola bilsin ki, bu düşüncəmiz kiməsə görə yanlış da ola bilər. Biz bu cür inanmışıq. İnanmış olduğumuz yolda yürüyürük və bu inanmış olduğumuz şeyə görə də bu günə qədər heç kimsəyə sataşmamışıq. Hələ xüsusən o insan zahirən bizdəndirsə, zahirən bizim kimi danışırsa, 90 məsələdə biz birik, 10 məsələdə sadəcə ixtilafımız varsa, biz 10 məsələdə ixtilafımız olan insanlara saldırmamışıq. Biz 90 məsələdə ixtilaf etdiyimiz insanlara saldırmışıq. Yəni daban-dabana zidd olduğumuz insanlara saldırmışıq. Bu saqqallı insana mən niyə saldırım ki? Bu saqqallı insanın adını çəkib, niyə onu insanların önündə rəzil etməyə çalışım ki? Gərək yoxdur. Çünki mən onunla sadəcə 5-10 məsələdə anlaşmıram. Amma daban-dabana zidd olduğum insanlar var. Gecə-gündüz Allaha şərik qoşan insanlar var. Adını çəkəcəmsə onların adını çəkərəm. Adını çəkəcəmsə Hacı Ramilin adını çəkərəm. Adını çəkəcəmsə şirk dəvətçilərinin adını çəkərəm. Daban-dabana zidd olduğum, gecə-gündüz sahabəyə dil uzadan insanların adını çəkərəm. Möminlərin anasına dil uzadan insanların adını çəkərəm. Onlara hiləgər deyərəm, onlara cahil deyərəm, onları küsümsəyərəm. Çünki adamlar Quran dahi oxuya bilmirlər. Bunlardan bəhs edərəm. Daban-dabana zidd olduğum insanlardan danışaram. Amma 5-10 məsələdə ixtilaf etdiyim insanlardan çəkindirə bilərəm. Bu adamda dinləsəniz bu adam sizi azdırar deyə bilərəm. O da mənim haqqımda deyə bilər. Bundan yana bir problem yoxdur. Yəni danışmaq istədiyim, indi kimsə burada çıxıb deməsin ki, bidət əhlindən çəkindirməyək. Bidət əhli görürsənsə çəkindir. Amma elə et ki, bu dəvətə zərər gəlməsin. Elə et ki, qıraqdan baxan insanlar bunlar bir-birlərini qırırlar, bir-birlərinə düşməndirlər deməsinlər. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm hətta münafiqlər, subhanallah, münafiqlər aleyhissalatu və səlam onları öldürmədi. Niyə öldürmədi? İlləti nə idi? Səbəbi nə idi? Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, deməsinlər ki, Muhammed öz əshabını öldürür. Yəni biz münafiqdən daha mı pis olduq? Yəni siz və yaxud da münafiqdən daha mı pissiniz ki, biz oturaq rəddiyə verək, səni təhqir eləyim. Yəni sənin təhqir etdiyin kimi mən də təhqir etməyi bacarıram. Səndə o dil olduğu kimi məndə də o dil var. Fəqət baxış açımız fərqlidir. Ola bilsin ki, sən məsələyə fərqli yaxınlaşırsan, bunun belə olduğunu, bunun dəvətə xeyir gətirdiyini düşünürsən. Amma mən sənə yox, daha ziyada dinləyən insanlara xitab edirəm ki, baxsınlar, bu günə qədər bu edilən çalışmalar,
bu günə qədər insanların bir-birini rədd etməsi, hətta çox üzr istəyirəm, elə ifadələr istifadə ediblər ki, bir-birlərinə qarşı bu dəvətə xeyir mi gətirdi, zərər mi gətirdi? İnsanlar bunu insafla dinləsələr, bunu vicdanla bu məsələni analiz etsələr, görəcəklər ki, bu məsələlərin heç birisi xeyir gətirmədi. Ona görə də biz bu məsələlərin sosial şəbəkəyə daşınmasının tərəfdarı deyilik, olmamışıq, deyilik və bundan sonra da olmayacağıq. Əgər bu insanlardan kimsə, bu danışığımız zaten bu məsələ ilə bağlı, yəni söz haqqı doğdu, insanlar bir şeyləri töhmət altında qalmasın, bir şeylərdən danışaq deyə bugün bunu danışırıq. Yoxsa əsla və əsla biz bu kimi şeylərə cavab verib, insanların şəxsiyyətlərinə toxunub, insanların nə bilim nələrdən danışıb, əsla və əsla belə bir şey etməmişik. Birilərinin qulağına bir şeylər çatdığı kimi bizdə də qulaq var. Bizim də qulaqlarımıza bir şeylər çatır, amma əsla və əsla zahirən bizdən olan insanları biz çıxıb sosial şəbəkədə insanların önündə fərqli ifadələrlə heç bir zaman istifadə etməmişik, etmirik və etməyəcəyik də Allah Azza və Cəllənin izni ilə. Kaş ki bunun yerinə insanlara önəmli olduğunu düşündükləri zaman yanlarına çəkib onunla şəxsi danışmaq. Yəni qardaş, bax sən zahirən bizdənsən. Sən bu dəvət aparırsan, sən bu bəldədə dəvət aparırsan. Bax səndə bu şeylər var. Varsa gəl bərabər düzəldək. Bəlkə Allah sənin dilinlə mənə hidayət edəcək. Bəlkə Allah mənim dilimlə sənə hidayət edəcək. Biz bunu bilmirik. Amma bizim problemimiz nədir? Cürət edib bir-birimizə zəng edə bilmirik. Cürət edib bir-birimizə zəng edə bilmirik. Mən bunun yerinə istəyərdim ki, yəni mən bu adamla da, yəni bəzən şeyxlərin dərsində də bərabər əyləşmişik, bərabər oturmuşuq, göz-gözə gəlmişik. Hətta bilmirəm xatırlayarmı, xatırlamazmı, mən adama baxıb salam belə vermişəm yəni. Yəni bu şeyləri görüb, bu şeylərdən sonra adamı çəkib qırağa qardaş, vələv ki tanımayıb, vələv ki bilməyib, eyvah, hüsnüzəndə bulunaq. Tapmaq bu qədər mi çətindir? Yəni onun yanı başında olan tələbələrin diyalogumuz olub, danışığımız olub, onlar bizi dinləyiblər, biz onları dinləmişik. Zaten orada gələcəyik. Yəni o məsələyə də Allahın yardımı ilə toxunacağıq. Yəni tapmaq çətin deyildi, soruşmaq çətin deyildi və biz bundan öncəki bir neçə dərslərimizdə də toxunmuşuq. Kimi istəyirsən rədd edə bilərsən. Kimi istəyirsən insanları ondan çəkindirə bilərsən. Yəni biz kiminsə tərifləməsi ilə, kiminsə bu insana qulaq asın deməsi ilə, insanlar bizə qulaq asmayıblar ki, kimlərinsə də qulaq asma deməsi ilə, kimlərsə bizə qulaq asmasın. Ucaldan da, insanı rəzil eləyən də, insanı dəvətinə bərəkət verən də, bərəkəti qaldıran da Allah Subhanahu və Teala'dır. Ona görə bizim bundan yana heç bir narahatçılığımız yoxdur. Bütün Azərbaycanda olan tələbələr çıxsınlar, desinlər ki, falan adama qulaq asma, o falan adam da biz olaq. Yəni zərrə qədər bu bizim qəlbimizdə nəyisə dəyişərmi? Əsla və əsla. Çünki biz bu insanlar bizi tərifləsinlər deyə danışmamışıq. Çünki bu insanlar bizi təzkiyə etsinlər deyə biz danışmamışıq. Çünki bu insanlar bizi öz kanallarında paylaşsınlar. Əsla və əsla belə bir dərdimiz, belə bir məqsədimiz, belə bir qayəmiz olmayıb və bundan sonra da Allah Azza və Cəllə yardım edərsə, ayaqlarımızı sabit saxlayarsa, bundan sonra da elə bir dərdimiz olmayacaq. Yəni kimisə bizi cərh etməsi, yəni bizi çox düşündürürmü, çox belə narahat edirmi? Çox da bir əlaqəsi yoxdur. Dediyim kimi istəyimiz, qayəmiz sadəcə və sadəcə Allah Azza və Cəllənin rızası olduğuna görə biz dəvətimizi aparacağıq. Dinləyəni ilə dinləməyək. Heç kim dinləməsə belə biz dəvətimizi Allahın yardım etdiyi qədərilə aparacağıq. Dinləyən olarsa nə gözəl, dinləməzlərsə də edəcək bir şey yoxdur. Biz öz dəvətimizi aparacağıq. Kimlərinsə bizi cərh etməsinin bizə çox da bir etkisi açıqcası yoxdur. Ancaq və ancaq danışmış olduqları şey bizim dəvətə yardım olar. Yəni Allah Azza və Cəllə onların dili ilə bizim dəvətimizə yardım etmiş olar. Allahdan təmənnimiz budur. İndi burada əsas düşündürən məqamlardan birisi də budur ki, bu insanlar nə hikmətdirsə, şirk əhli üçün olmayacaq üzürlər gətirirlər. Qiyamət gününü inkar edən insanlar üçün olmayacaq üzürlər gətirirlər. Gecə-gündüz qəbirlərdən yardım istəyən, qəbirlərə qurban kəsən insanlar üçün üzürlər tapıb gətirirlər. Bəs nədən dolayıdırsa, hikməti nədirsə, zahirən ondan olan, 90 məsələdə onunla, 95 məsələdə onunla eyni olan, 4-5 məsələdə arasında ixtilaf olan insanlara qətiyyən üzür yoxdur. Qətiyyən bunların üzrü yoxdur. Qətiyyən bunlara hüccət iqamə edilməli deyil. Qətiyyən bunlara izah edilməli deyil. Bunlar ancaq daşlanmalıdır. Bunlar ancaq təhqir edilməlidir. Amma şirk əhlinə gəldikdə elə yumşaq-yumşaq danışırlar, elə şirin-şirin danışırlar, qəzəblənmədən. Amma iş bir sələfi birisinə və yaxud da onun dili sələfi deməyək, onun tabiri ilə danışacaq olsaq, yəni bidət əhli birisinə, amma zahirən ondan olan, zahirən özünə sələfi deyən birisinə gəldikdə bir qışqırmaqlar, bir coşmaqlar, bir səs qaldırmaqlar, bir səs endirməklər, bunun da hikməti Allah bilir, qiyamət günü bunun da mütləq hikməti açılacaqdır. Amma insanı düşündürən məqamlardan birisi də budur ki, niyə görə? Yəni mən çox da əl çatmaz bir adam deyiləm. İstəsəydin, danışmaq istəsəydin, məqsədin qurtarmaq olsaydı, ən azı bir dəfə olsun mənlə danışardın. Yəni ən azı bir dəfə olsun mənlə danışardın ki, qardaş bax mən sənin haqqında danışacağam, mən səni istəmirəm, mən istəyirəm ki, sən bu məsələdə
məsələlərdən düzələsən və yaxud da bəlkə biz səni yanlış anlamışıq və ya burada bu ifadəni istifadə eləmisən. Bu istifadə etmiş olduğun məqam, bu kəlmədən istifadə etmiş olduğun söz, həqiqətən də bunu mu qəsd etmisən? Bu kəlməni istifadə etmisən, mən də sənə məqamımı anlatardım. O sənin səs yazısında anladığın, necə ki özü də səsində deyir. Deyir, indi çıxıb deyəcək ki, məqsədim bu deyil. Yəni bir müsəlman insanın mən çıxıb məqsədim bu deyil dedikdən sonra məqsədi o deyildir deməkdir. Orada bizi elə bir şəkildə qələmə verir ki, bu yaxında qardaşlar gəlmişlər bizim yanımıza, təxminən 10 gün öncə. Onlar da bu məsələyə şahidlik edirlər. Hətta onlar həmin o şəxsin özünü də tanıdıqlarını, zamanında onunla da yaxın olduqlarını dilə gətiriblər. Onlar dedilər ki, qardaş bizə maraqlıdır. İnsanların axirət hökmü barədə sizin düşüncələriniz nədir? Bıraq azir olan bir kimsənin axirətindən danışmaq. Biz o şirk qoşan insanın belə axirət məsələsinə gəldikdə, biz alimlər necə yaxınlaşıbsa, necə danışıbsa, müəyyən bir insan haqqında necə demək olar ki, bu insan cəhənnəmdədir, bu insan ateşdədir, bu insan oddadır, bizə göydən vəhimi gəlir. Əsla bizim belə bir iddiamız yoxdur, olmayıb, olmayacaq da. Yəni biz dünyada ikən insanlarla edilən müamilədən danışmışıq. Həmçinin imamların sözləri var. Bir şeyin Allah qatında da belədir deməsi, yəni Allahın dinində də belədir mənasında istifadə edilib. Yəni məqsəd burada əgər bir şey aydınlaşdırmaq olsa, yəni bir sözün doktor oxuyan insan bilməlidir ki, bir insanın sözünün lazımıyla ona müamilə edilməz. Yəni bu sözün lazımı da özü də orada anlayır. Özü də danışa-danışa sanki içindən bir səs deyir ki, bu adam bunu qəsd edə bilməz. Ona görə deyir ki, indi çıxacaq deyəcək ki, mənim qəsdim bu deyil, mənim məqsədim bu deyil və s. Yəni hətta insan o başdakı ayə oxuyur, insan düşməni belə olsa ədalətli olmalıdır. Belə ləfizlər o insanın öz ağzından çıxmış olsa belə bizə düşən şey nədir? Yaxınlaşarıq. Deyərik ki, qardaş, sən burada nəyi qəsd edirsən, nə demək istəyirsən, nəyi anlatmaq istəyirsən? Mövzumuzun müqəddəməsi olaraq qeyd edirəm ki, biz bundan sonra da bu yolumuza davam edəcəyik. Şəxslər haqqında danışmayacağıq, şəxslər haqqında insanların önündə çıxıb dəvətə zərər gəldiyini düşündüyümüzdən dolayı çıxış etməyəcəyik. Amma kimsə istəyərsə, kimsə bizimlə görüşmək istəyərsə, biz kimsəni münazirəyə dəvət etmirik. Amma kimsə bizi münazirəyə dəvət edərsə, kimsə bizimlə oturub insanların önündə və ya təklikdə və yaxud da hansı bir ortamda olursa olsun danışmaq istəyərsə, biz əsla və əsla bundan geri durmuruq. Bunun bütün insanlar tərəfindən belə olduğunu açıq şəkildə bəyan edirik. Kim söhbət etmək istəyərsə, kim görüşmək istəyərsə, kim münazirə etmək istəyərsə, biz başımızın gözümüzün üstünə deyərik. Alarıq kitablarımızı yanımıza, gələrik, oturarıq, söhbət edərik. Əsla və əsla bundan da geri durmarıq. Amma o ki qaldı, verilən rəddiyələrə cavab vermək, onun təhqirlərinə, mislinə cavab vermək, biz əsla bu şeylərə getməyəcəyik. Hər kəs etmiş olduğunun hesabını Allah Azza və Cəlləyə verəcək. Yəni, nə danışıbsa, nə ittihamlar edibsə ki, oralara gələcəm, o kimsəyə də deyirəm, dinləyənlər də bilsinlər, tək o danışan insan yox. Ona bu zülümlərində yardım edən, ona bu zülümlərində dəstək olan, onu bu zülümlərində yayılmağına internetlərdə, sosial şəbəkələrdə paylaşan hər bir kəsə, əhsən sənə müəllim deyən hər kəsə deyirəm ki, asbiru həttə yahkumallahu beynənə. Səbr edin, Allah sizinlə bizim aramızda hökm edəcəkdir. Allahın hökm edəcəyi günə qədər səbr edəcəyik. Siz də səbr edin, biz də sizinlə bərabər səbr edin. İndi məsələlərə keçəcək olsaq, birincisi, adam deyir ki, sənə sual verilmişdi, o sualı niyə düzəltmədin? O sualı niyə düzəltmədin? Yəni, bu həqiqətən çox əcaib bir şeydir. Yəni, verilən hər bir sualı məgər insan düzəldib cavab verir? Yəni, adam bir firqə haqqında sual verir və onları vəsf eləyərkən də deyir ki, onlar müşrikləri təkfir etmirlər, onlar kafirə kafir demirlər. Yəni, sən əgər belə deyilsənsə, orada sənin ismin zikr edilibmi? Orada səndən danışılıbmı? Yəni, orada sualın altında bunu filan adam deyir, deyilibmi? Deyilməyib. Çünki mən heç bir zaman, diqqət edin, mən heç bir zaman altında falan adam bu sözü deyir, deyilən heç bir şeyə cavab verməmişəm. Bunu istədiyiniz zaman, istədiyiniz qədər ispat etməyə hazır. Mən tələbələr haqqında, Ağali Şirvanlı haqqında mənə Şirvanda olarkən bəzi şeylər soruşuldu, bəzi şeylər danışıldı. Mən müsaade belə etmədim danışılmağına. Dedim ki, mənə bir şəxsin adını çəkərək məsələ anlatmayın. Niyə? Çünki mən o insanla danışmamışam. Mən o insanın fikirlərini bilmirəm. Sən danışacaqsan, mən cavab verəcəm. Sanki mənim bu cavabın ona aidmiş kimi doğru deyil, bu ədalət deyil, bu zülümdür deyib cavab verməmişəm. Eyni zamanda Sahib Əsədov haqqında da suallar verdilər. Baxın, dedim ki, bəhs etdiyiniz adam bizdən 2 masa arxada oturur. Bəhs etdiyiniz adam bizdən 2 masa arxada oturur. Çağıraq onu, onunla bağlı məsələniz varsa onunla danışaq. Yox, əgər məsələniz onunla bağlı deyilsə,
mənə şəxslərin ismini çəkərək bir məsələ anlatmayın. Yəni mən bunu sadəcə sosial şəbəkələrdə deyil, hətta məclislərdə, hətta fərqli yerlərdə belə insanlar haqqında üslubum, mənim yolum budur ki, şəxs haqqında mənə bir söz demə. Varsa əlində bir əsasın, varsa əlində bir səsin, onu gətir, qoy ortaya, onun haqqında danışaq. Məsələnin içərisinə gəldikdə adam izah edir, deyir ki, hansı ki, əsli kafirlər, mürtədlər, canı malı qorunanlar və s. bu məsələlərə toxunur. Mən o məsələlərə çox toxunmayacağam. Sadəcə və sadəcə dedim ki, bizim inancımız, hətta o sual-cavabdan öncə bizim dərslərimiz var. Dərslərimizin içərisində deyirik ki, bir bəldədə yaşayırsansa, o bəldəni nə görürsənsə gör, hətta Amerikada olsan, hətta Avropada olsan belə, insanların canına toxuna bilməzsən, insanların malına toxuna bilməzsən. Dəfələrlə bunu anlatmışıq. Dəfələrlə bunu insanlara bildirmişik. Amma bir insan çıxıb deyəndə ki, sən bir insana kafir deyirsənsə, onun canını, malını özünə halal görürsən, bu insanları, bu sözü deyən insanlara qarşı qışqırtmalığın əleyhinə olmuşuq ki, o zaman elədirsə, sən də Avropaya getdiyin zaman, sən də Amerikada olduğun zaman, sən də yaşamış olduğun diyarda fərqli insanlar var, yahudilər var, xristiyan var, onlara kafir deyirsən. Biri də çıxıb sənə desə ki, sən bunlara kafir deyirsən, deməli sən bunların canını, malını, qanını özünə halal görürsən desə, necə ki, bu doğru ifadə olmaz, insanlara qarşı qışqırtmaq olar, məsələni inanmadığın bir şeyi sənə yükləmək olar. Biz də deyirik ki, biz bu cür inanmırıq. Sən çıxıb orada Abdülkadir bin Abdüləzizin sözlərini oxumaqla məsələ düzəlməz. Yəni bir insan, diqqət edin əziz qardaşlar, məgər bu rəddiyə Abdülkadir bin Abdüləzizə idi? Məgər bu rəddiyə Əbu Hanzalaya idi? Deyildi. Bu rəddiyə, bu ifşa, yəni rəddiyə deməyək, indi adam deyir ki, mən rəddiyə etməmişəm, ifşa etmişəm, olsun ifşa. Hani ona da gələcək, yəni həmin o məsələyə də gələcək. Hani rəddiyə vermiş olduğu, ifşa etmiş olduğu bir məsələdir. Bu Abdülkadirin ifşası idisə, onun haqqında video çəkərdin. Bu Əbu Hanzalanın ifşası idisə, onun haqqında video çəkərdin. Heç bu insafdandırmı? Heç bu ədalətdəndirmi? Mənim inanmadığım, yəni Abdülkadir bin Abdüləzizin bu günə qədər bir dənə kitabını oxumamışam. Abdülkadir bin Abdüləzizin bu günə qədər bir səsini açıb dinləməmişəm. Sadəcə və sadəcə televizorda danışığını görmüşəm ərəb bir kanalının birisində. Bitdi. Ondan başqa mən bu adamın nə səsini dinləməmişəm, nə kitabını oxumamışam. Sən bir başqa bir adamın, yəni hətta onun kunyəsini orada deyir. Heç onun kunyəsini belə mən bilmirəm. Yəni adamla uzaqdan, yəni bir insanın kunyəsini nə zaman bilər? Oxuyar onun kitablarını, onun haqqında maraqlanar, eləyər. Yəni onun danışmış olduqları şeyi sanki mən danışmışam kimi, sanki mən buna etiqad etmişəm kimi demək məgər bir insana zülm deyil? İndi mən bu rəddiyəmin içərisində, mən bu sözlərimin içərisində Mədxəlinin sözlərini qoysam, yəni bütün bu mövzuları indi kənara atsam, başlasam Mədxəlinin səsini ortaya qoysam və başlasam ondan danışmağa, desəm ki, baxın Mədxəli burada belə deyir, burada elə deyir, nə bilim, filan yerdə filan sözü deyir, filan yerdə sözü deyir. Yəni dinləyən insanlar deməzmi? Qardaş, bu Mədxəli ifşasıdır, Mədxəlinin rəddiyəsidir, yoxsa filan adamın rəddiyəsidir, filan adama verilmiş bir cavabdır. İnsanların kaş ki, dinləyən insanlar bu cürdə təpki verərdilər. Adam Abdülkadir bin Abdüləzizin sözlərini oxuyur, o belə dedi, nə bilim belə. Yəni mənim dərslərim var. Mən deyirəm ki, o viza məsələlərinə toxunur. Yəni bir bəldəyə gedirsənsə, bir ölkəyə gedirsənsə, sən orada insanların deyir mallarını ciblərindən bir kuruşu belə götürə bilməzsən. Sən o insanlara zərər vura bilməzsən. Yəni mən bunu insanlara anlattığım halda, mənim bununla bağlı açıq dərslərim var. Açıq, başlığı da budur. Kafir olsa belə sən birisinin malına, canına toxuna bilməzsən. Yəni mən bunu dediyim halda Abdülkadir bin Abdüləzizin yazılarını oxuyub, mənim rəddiyəmin içərisində, mənim adımın başlığı içərisində bunu vermək nə qədər doğrudur, nə qədər insafdandır, bunu da insanların ixtiyarına buraxıram ki, qərar versinlər. Zaten Allah Subhanahu wa Ta'ala aramızda hökm edəcəkdir. Və sonra deyir ki, bu adam hiləgərdir. Bu adam maskalanıb. Bu gün deyir, maskalar düşəcək. Diqqət edin, əziz qardaşlar. Maskalar düşəcək demiş olduğu səsləri hardan tapıb bilirsiniz? Maskalar düşəcək demiş olduğu səsi mənim YouTube kanalımın içərisində danışmış olduğum bir videonun içərisindən çəkib çıxardıb və deyir ki, maskalar düşdü. Məgər maska belə düşür? Yəni mən oradan zaten kimləri təkfir etdiyimi istisna edirəm. Yəni belə maska olur. Yəni mən açıq, sən bu səsi gedib başqa yerlərdən tapmamısan. O birisi səslərlə bağlı məsələyə gəldikdə mən onu qeyd etdim zaten. Yəni orada ləfizlər, bəzi ləfizlər yanlış anlaşıldığını düşündüyümdən dolayı o ləfizlərlə bağlı olan şeyləri qaldırmışıq ki, daha gözəlini, daha uyğun dildə insanların anlayacağı şeyləri ortaya qoya bilək. Amma bu məsələlərə gəldikdə sən zaten mənim bu səsimi YouTube səhifəmizdə olan yerdən çıxartmısan. Bu birinci əsasımız. Yəni biz maska o kimsəyə deyilir ki, hiləgər o kimsəyə deyilir ki, insanlarla oynayır.
Bir yerdə başqa bir şey danışır, başqa bir yerdə başqa bir şey danışır. Vallahi, billahi və tallahi bunu isbat edəcəyik indi. Bu günə qədər etiqadımız məsələsində, inancımız məsələsində iki Allahın qulu olmayıb ki, onun birisinə başqa bir şey danışaq, digərinə isə başqa bir şey danışaq. Allah subhanahu və teala bu dediyimizə şahiddir. Çox uzağa getməyə ehtiyac yoxdur. Bizim yaşamış olduğumuz yerlərdə insanlardan gəlib soruşsan ki, bu insanın inancı nədir? Rahat bir formada insanlar sənə bunu danışacaqlar. Sən gəlib özümüzdən soruşsan ki, sənin bu məsələdə inancın nədir? Sənə rahat bir formada danışacağıq. Bunu əsaslandıracağıq indi necə? İsmini burada çəkmək istəmirəm. Nədən dolayı? Bəlkə insan isminin bu məsələlər içərisində hallanmasını istəməz. Doğru olmaz, yəni onun ismini çəkməyim doğru olmaz. Amma istəyərlərsə, bu məsələdə deyərlərsə ki, xeyr, adam yalan danışır, belə bir şey olmayıb. O zaman mən hazıram. Özəl, amma sosial şəbəkədə deyil. Mən bu kimi şeylərin sosial şəbəkədə olmasını, dediyim kimi dəvətə zərər gəlməsini, zədəlləşməyi və s. bu kimi şeylərə biz cavab vermirik. Bu bizim ilk və son danışığımızdır. İnsaf əhli üçün, vicdan əhli üçün, dinləyən insanlar üçün ilk və son danışığımızdır. Amma yenə deyirəm, heç kimsədən qaçmırıq, heç kimsədən qorxmuruq. Elmi məclis olsun, elmi məclis. Bu dediklərimizi isbat məclisi olsun, isbat məclisi heç bir önəmli yoxdur, heç bir fərqi yoxdur. Hər zaman biz bu şeylərə hazırıq. Amma biz bu kimi şeyləri sosial şəbəkələrdə, çünki biz şou əhli deyilik. Biz şou əhli deyilik. Bizim qayəmiz, rızamız Allah Azza və Cəllənin rızasıdır. Və bu demiş olduğum şeyləri də dediyim kimi istəyərlərsə şəxsidə zəng vurarlar, danışarıq, izah eləyərik, ilə axir. İndi demək istədiyim şey nədir? Həmin o danışan adamın tələbə yoldaşlarından birisi, hansı ki bəlkə də 99 məsələdə, bəlkə də 100 məsələnin 100-ündə də eyni fikirdə olmuş olduğu tələbə yoldaşı ilə əyləşmişik Mədinə şəhərində və danışmışıq. O məni tanıyıb, mən onu tanımışam. Yanımızda da 2 dənə şahid olub. Yanımızda da 2 dənə şahid olub. Adam məndən etiqadın barədə suallar verib. Vallahi, get özündən soruş. Denən sənə maskalandı mı? Get denən sənə hiləgərlik etdi mi? Get denən sənin ona soruşmuş olduğun şeylərin içərisində nəyisə fırlatdı mı? Heç tərəddüd etmirəm ki, o insan haqqında da zənnim budur ki, bu şeylərin heç birisini inkar etməyəcək. Belə olduğu halda necə mən maskalanmış olaram? Necə mən hiləgər olmuş olaram? Yəni, insan birisi haqqında bir söz deyir. Baxın, qiyamət günü Peyğəmbər sallallahu aleyhi və səlləm xəbər verir ki, bir insan haqqında bir söz deyib. Bir insan haqqında bir söz deyib. Allah subhanahu və teala onu suxurun içərisində saxıb. Dünyadaykən birisinin olmadığı hal üzərində onu ittiham edib, dediyini isbat edənə qədər Allah azza və cəllə onu orada saxlayır. Ya Allahdan qorxun. Yəni bir insanın etmədiyi bir şeyi, bir insanın sifətlənmədiyi, yəni bu sadəcə danışan insana da aid deyil. Əhsən müəllim, sən nə bilim nə, biz sənin videolarını paylaşırıq, kanalımızda sənin o şəkli düzəldən insan hamısına aiddir. Hamısına deyirik. Allah sizinlə bizim aramızda hökm edəcəkdir. Asından zeysinə bu zülmün içərisində, maska və hiləgər zülmünün içərisinə əsla və əsla kimsəyə haqqımızı keçəcək etmirik. Əsla və əsla haqqımızı halal etmirik. Allahın önündə mühakimə olacağıq və o gün qiyamət günü gəldiyi zaman da hər kəs etmiş olduğu şeylərin hesabını biz nə etmişik? Biz nə edirik, kimlər haqqında nə danışırıq, nə edirik? Bizim hesabımız Allaha aiddir. Biz o insanlarla haqqımız öz aramızda aiddir. Hər kəs öz etdiyinin hesabını verəcək. İndi birisi çıxıb burada sən filan sözü demirsən, filan kəslərə zülm edirsən, nə bilim nə. Bu mənimlə o insan arasında, Rəbbim arasında olan işlərdir. Sən zülm edirsən, sən zülmünün hesabını verəcəksən. Allahdan təmənni edirəm ki, bizi önünə kimsəyə zülm etmədən çıxartsın və bu insanlara da haqqımızı əsla və əsla A'dan Z'sinə halal etmirik. Onlarla da qiyamət günü heç şübhə etmirik, heç zərrə qədər şübhəmiz yoxdur ki, mütləq onlarla qarşılaşacağıq. Bu danışıqlarımız mütləq orada da olacaq, Allahın önündə mühakimə olacağıq və biz o günü səbr edərək gözləyirik. Siz də bizimlə bərabər səbr edin. Və sonra deyir ki, bunu deyir təkfir elədilər. Acısını canında hiss etdi, ondan sonra çıxdı, dərs buraxdı. Yəni, həqiqətən insan tələm-tələsi iş görəndə, düzdür, əslində tələm-tələsik də olmayıb, 6-7 ay keçib üzərindən, çox da bir tələsiklik olmayıb. Amma yəni, İnsan birisi haqqında danışmağa başladığı zaman gərək doğru sözlər danışsın. Yəni, mən o dərsi buraxarkən 8 il öncə insanlar bizi təkfir etmirdilər. Müsəlmanlar bir-birlərini təkfir edirdilər. Biz o zaman o dərsi buraxmışdıq. Öz canımızda bunu hiss etdiyimizdən dolayı yox. O həzm ilə bağlı olan məsələyə gəldikdə, onu dinlə son 3 ilin, 4 ilin məsələsidir. 8 il öncə, 9 il öncə insanlar bir-birlərini təkfir edirlər. Biz o zaman çıxıb bu dərsi buraxmışdıq. Yəni, canımızda hiss etdiyimiz üçün yox, müsəlmanların canında bu acını hiss etdiyimiz üçün buraxmışdıq. Dediyim kimi, kaş ki, insan ən azından bir şeylər iddia etdiyi zaman o illəri qarşı-qarşıya gətirsə, daha doğru ifadələr istifadə etmiş olar. Bununla bağlı da deyəcəyim budur. Və sonra deyir ki, bu adam tövbə eləyib.
Yəni təbii görsənən budur ki, 2-3 rəddiyyədən sonra insanlar nədəndirsə, hardan çıxırsa bu söhbətlər, bir-birləri haqqında da bu tövbə eləyib, o tövbə eləyib rahat bir formada deyə bilirlər. Bəli, mən tövbə etmişəm. Amma nədən tövbə etmişəm? Bir dönəmlər cahillik üzr gördüyümdən dolayı tövbə etmişəm. Bir dönəmlər şirk əhlini müdafiə etdiyimdən dolayı tövbə etmişəm. Bir dönəmlər şirk əhlini müdafiə edib, müşrikləri müdafiə edib, Allahı söyən, Peyğəmbəri söyən, qiyamət gününü inkar edən, qiyamət günü ilə istehza eləyən, mələklərlə istehza eləyən, Allahın kitabı ilə istehza eləyən insanları müsəlman görüb, onlar cahildilər, onlara təkfir eləyən insanlar xavarizdirlər, onları təkfir eləyən insanlar, hansılar ki onlar Şeyx İbn Bazın, Şeyx Fovzanın etiqadında olublar. Lakin buna baxmayaraq mən onlara xarici demişəm, onlara təkfirçi demişəm, bəli bu kimi şeylərdən tövbə etmişəm. Hansı ki indi mən o səs yazısını da bura qoyacağam, insanlar da ta ki ona şahid olsunlar. Onlara müxalif olduğumdan dolayı, onların o etiqadına düşmənçilik etdiyimdən dolayı tövbə etmişəm. Bəli, əgər tövbə odursa, mən ona tövbə etmişəm. Amma əsla və əsla o günkü tövbədən sonra etiqadımda hər hansısa bir dəyişiklik olmayıb. Bəli, bir dəfə tövbə etmişəm. O da sənin inancında olduğum zaman. Sənin etiqadında olmuşam, sənin inancında olmuşam. O mənə əsli bidətçi deyən adamlara da bir xatırlatma olsun. Əgər hüccət çatdırma gərəyi hiss eləyərlərsə, başa salma gərəyi hiss edərlərsə, onlar üçün də bir mesaj olmuş olsun ki, sənin düşüncəndə olduğum üçün Allah Azza və Cəlləyə tövbə etmişəm. Tövbədən qəsdin əgər budursa. Həmin şəxsə bir nəsihətdə bulunmaq istəyirəm. Təbii qəbul edərsə, qəbul etməzsə də məndən nəsihət olmuş olsun. Diləyərsə əməl edər, diləyərsə də etməz. Hesabını Allaha verər, özü ilə Rəbbi arasında olan bir məsələdir. Amma mən eşitdiyim, gördüyüm və bu şey insanlar arasında olduğuna görə, yəni şəxsidə olmayıb, gizlidə olmayıb ki, gizlidə də nəsihət edərdim. Açıqdan olduğuna görə bir məsələyə toxunmaq istəyirəm. İnsan biraz mütəvazı olmalıdır. İnsan biraz mütəvazı olmalıdır. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, təvazükarlıq edən elə bir kimsə yoxdur ki, Allah onu ucaltmasın. Təvazükarlıq edən elə bir kimsə yoxdur ki, Allah onu ucaltmasın. İnsan biraz təvazükar olar. İnsan doktor oxumağını, doktora hazırlaşmağını, bu adam heç bizim tələbələrin bildiyini bilmir, bu adam belə cahildir, bu adam elə tanımadığı bir adama, nə oxuduğunu bilmədiyi bir adama nə gəldi deməsi. Məsələn, bir hədisdə kibri xəbər verir. Kibir o şeydir ki, haqqa qarşı böyüklənmək və insanları kiçik görməkdir deyir. İnsanları kiçik görmək, insanları aşağılamaq bu nədir? Kibrin əlamətlərindəndir. İndi mən göstərəcəm ki, həmin bu insan özü Allah Azza və Cəllənin kitabını oxuduğu zaman necə oxuyur? Peyğəmbər sallallahu aleyhi və səlləmin hədislərini dilə gətirdiyi zaman necə gətirir? Böyük doktorluq iddia eləyən insan, qarşısında müxalifi olduğu, rəddiyə verəcəyi bir kimsəni 10 sözündən bir, 8 sözündən bir cahil deyən bir insanın cahilliyini inşallah ortaya qoyacaq ki, Quran belə oxunmaz, hədis belə oxunmaz, alimlərin sözləri bu şəkildə olmaz. Və bu bizim önümüzə çıxan və başqa videolara keçid etdik. Yəni, hani baxaq görək, həqiqətən bəlkə bu adam sadəcə bu qəzəbləndiyindən dolayı, sadəcə bəlkə adam şiddətli qəzəblənib, bundan dolayı bu xətaları. Sakin videolarında kitab oxumaqları həqiqətən faili kəsrələmək, nə bilim, məfulun bihi fərqli olmadığı hal üzərində dilləndirmək gördü ki, yox. Yəni, adam həqiqətən də bəhs etdiyi, özünü doktor və s. bu şəkildə bu hal üzərə deyil. Allah yardımcısı olsun, Allah islah etsin. Sadəcə demək istədiyim şey budur ki, böyük çıxışlar etməyin aqibəti budur. Birincisi, adam bizim oxuduğumuz ayətə sanki bizim dilimizi, ağzımızı bir neçə yerdə də əyir, istehza eləyir. Bu da təbii ki, elm tələbəsinə yaraşan ədəblərdən deyil, bir insanın ağzını əyərək danışmaq. Vəlhəsil, nəsə, deyir ki, birinci ayə ilə bağlı məsələyə gəldikdə, deyir ki, vəştənibut tağut. Birincisi, vəştənibut deyil. Vəştənibut nədir? Yəni, doktor olan bir insan Quran ayəsini oxuyanda vəştənibut tağut deyə bir ayə oxuya bilərmi? Xəta etmək hər kəs üçün var. İnsan xəta da eləyə bilər. Yəni, o qədər böyük alimlər olub ki, ləfiz çıxardılar. Təbii, vəştənibut tağut deyən olmayıb, eləsini rastlamamışam, amma hani bir ayəni oxuyar, xəta eləyər, bir hədis deyər, xəta eləyər, amma bu insanlar təvazü əhli olan insanlar oldular. Qarşıda olan insanları əzib özlərini doktor deyə insanların hər videosunun başına doktor yazmayıblar. Hər çıxışının, hər rəddiyəsinin başında doktor deməyiblər. Belə olduğu zaman birisi də çıxıb deyəcək ki, qardaş, yəni, doktor olduğun halda vəştənibut tağut demək, bu Allah Azza və Cəllənin kitabını oxuya bilmək deyil. Bu da eyni zamanda insana bir nəticə, yəni bəlkə dediklərim nəfsinə ağır gələ bilər. Əmin olsun ki, bu dediklərim onun üçün xeyirdir. Yəni, mən onun nəfsinə toxunmaqdan dolayı, onu kiçik duruma düşürməkdən dolayı deyil, tamamən islah olmasını. Çünki bir insan bu şəkildə gedərsə, yalnız və yalnız burnunun ucunu görər, qarşıda olan hər kəsi küçümsəyər, qarşıda olan hər kəsi kiçik duruma düşürərsə, günün birincisində də Allahın önünə getdiyi zaman bu cür getməsini, əmin olun ki, səmimi qəlblə deyirəm, Allahın önünə bu cür getməsini istəmərəm. Kaş ki, öz halını daim insanların önünə sunmaqdan vaz keçsə, bu birincisi. Doktor olan bir insan
bu cür insanlara yanaşan bir insan Allahın ayəsinə və şiştənə bu tağut demir. O adam nə qədər cahil olduğu da ortaya çıxır ki, Allah Teala deyir ki, "Və laqad ba'athna fi kulli ummetin rasulan en ya'budullaha və şiştən bu tağut." Lan səkinin, və şiştən bu tağut. İkincisi hədislə bağlı deyir ki, la yahillu dam imri'in, lakin burada oxunması gerəkən şey o idi ki, la yahillu damu imri'in. Birincisi burada olan dəm faildir. Və fail isə kəsrələmək nəinki doktor tələbəsinə, ərəb dilini ibtidai səviyyədə bilən hər kəs bilir ki, bunlar belə oxunmaz. Yəni burada mərfu olan bir şeyi adam nə edir? Adam nə edir? Kəsrələyir. Yəni Qur'anla bağlı oxuduğu şeydə problem, hədislə bağlı oxumuş olduğu şey. Yəni faili kəsrələmək bəlkə bu gün sıravi insanlar məni dinlədikləri zaman, ya bunu danışmış olduğu şeyə bax deyə bilər. Amma bir elmlə məşğul olan insan həmin o doktorluq iddiasını bir tərəfə qoyub, yanında da faili kəsrələməyi yanına qoysa, nə demək istədiyimi daha rahat bir şəkildə anlayacaq. Və sonra deyir ki, imamlardan birinin sözünü oxuyur və davam edir ki, "Alə men vəcəbə aleyhi dunəl imamə." Dunəl imamə nədir, qardaş? Yəni heç mi sənə tamam anladıq? Mənimlə bağlı gəlib sənə demədilər, bu adam elə deyil, bu adamın əsli sələfi olub, sənin tabirinlə deyirəm. Hani mənim haqqımda demədilər, bu adam etiqadını heç vaxt gizlətməyib. Bax, bu adama xavariz deyirsən, təkfirçi deyirsən, nə deyirsən özün bil, amma adama maska demək olmaz, adama hiləgər demək olmaz, bu adam etiqadını gizlət. Hani bunları demədilər, bunları anladıq da. Dunəl imamə məsələsini də mi demədilər? Qardaş, ayədə vəştəni bu deyil, onu da mı demədilər? Hədis oxuyursan, hədisdə faili kəsrələyirsən, fail kəsrələnməz də mi demədilər? İnsan birinə rədd edəcək. Həmin o rədd, əmin olun ki, içərisində qarşı tərəfi küçümsəmək, digər insanları küçümsəmək, hani biz bunlara cavab vermərik, biz bunların babalarına cavab verərik, hani böyüklərinə, babalarına cavab verərik deyirsən, və şiştəni bu tağutla cavab verəcəydin, hansı irabla, hansı kitab oxumaqla, yəni önündə olan şeyləri oxumaqla, bu oxumaqlarla mı? Hani hüsnü zənn etdim. Hani o mənə hüsnü zənn etmişdi, borclu qalmayayım deyə adama başqa dərslərinə keçid etdim. Hani bəlkə adam burada qəzəbli olub, bəlkə burada şiddətli olub. Əmin olun ki, bu kimi şeylərin sayı hesabı yoxdur. Amma biz bu kimi şeylərlə uğraşmırıq, bu kimi şeylərlə məşğul olmuruq, olmaq niyyətimiz də yoxdur. Bunu etməyimizin səbəbi, yəni əmin olun ki, bu işlə məşğul olsaydıq, bu 3 dənə silsilə dərs çıxardardıq. Harda nə dediyinə, nə oxuduğuna, nə tələffüz etdiyinə, amma bizim işimiz bu deyil. İnsandır, hər insan xəta eləyə bilər. Xəta hər kəs üçün var. Biz də xəta edirik, biz də xəta edəcəyik, biz də insanıq, amma insanları küçümsüyüb, cahil demək, biz bunları qale almırıq deyib, insanları təhqir etmək, küçümsəmək və sonra doktor, mən doktor dərslərinə çalışıram, mən doktoram, nə bilim nə, bu şeylərdən sonra bu xətaları etmək də, ümid edirəm ki, bu dediklərim ağır olsa da, necə sələflər deyirlər ki, nəsihət qamçı kimidir, insanı bəzən acıdar. Bu şeylər acı olsa da, düşünürəm ki, ibrət alınar. İbrət alınmağı mənim şəxsimdən danışmağından deyil. Yəni ola bilər, düşünmür, mənlə eyni fikirdə deyil, eyni düşüncədə deyil, məni təkfirçi görür, məni xavariz görür, nə görürsə hesabı Allaha aiddir. Mən onunla bağlı heç bir şey deyə bilmərəm. Elə deyib məsələni bitirmiş olsaydı cavab belə bəlkə verilməzdi. Amma ittiham etmək, maska, küçümsəmək, nə bilim hiləgər, nə bilim bizim tələbələrimizin bildiyini dahi bilmir, nə bilim ondan sonra biz doktor dərsləri çalışırıq, nə bilim, biz bunların əslində babalarına cavab veririk, bunlar kimdirlər ki, bu kimi şeylər əslində biz bu xeyir düşünərək, yəni bəlkə zahirən şər görsənir, amma biz tamamilə, yəni qəlbləri zaten bilən Allah subhanahu və teala'dır, xeyir istəyirəm ki, yəni ta ki bu insan bu kimi şeyləri, bu kimi danışıqları düzəltsin. Bu xətalar olub və olacaq da. Amma insanlara kibirlə yaxınlaşıb sonra bu cür ayə oxumaq, bu cür hədis oxumaq, bu cür gələn öndə olan şeyləri tələffüz etmək, vallahu aləm, Allah ən doğrusunu bilir. Və deyəcəklərim bu qədər. Son olaraq həm o kimsəyə, son olaraq dinləyən hər bir kəsə demək istəyirəm ki, biz bir gün bu danışıqlarımızın hesabını Allaha verəcəyik. Ona görə kim nə danışır, kim nə paylaşır, kim nə şəkil düzəldir, diqqətlə düşünsün. Bir gün etmiş olduğu əməllə qarşılaşacağı şeyi göz önündə bulunduraraq etsin. Ümid edirəm ki, bu danışıqlarımı Allah subhanahu wa ta'ala faydalı edər. Ümid edirəm ki, Allah subhanahu wa ta'ala bu danışdıqlarımı ilk öncə mənim günahkar nəfsimə Allah bunu faydalı edər. Xətalarım varsa bu məndən, nəfsimdən və şeytandandır. Allah azza və cəllə tövbə edir, Allahdan bağışlanma istəyirəm. Haqq olan şeylər Allahdandır, Allah azza və cəllənin dinindəndir. Gözəl olan şeylər Allahın dininin gözəlliyindəndir. Və bu qədər deyəcəklərim. Bu qədər və axiru davana enelhamdülillahi rabbil alamin. Kim deyib ki, peyğəmbərlərin gəlməsinin səbəbi təkfirdir? Hansı alim deyib bunu? Təkfir deyir, amma sonra ayət zikr edir ki, hansı ki orada inkara aiddir. Necə ki Allah Teala deyir ki, "Və laqad ba'athna fi kulli ummetin rasulan en ya'budullaha ve yajtanibu at-tağut." متعلق بالعقيدة. نحن نعرف شيخنا يعني لا إله إلا الله
يعني درسنا يعني هو لا إله إلا الله له يعني لها ركنين، النفي والإثبات. وكذلك يعني الإنسان لا يكون موحدا إلا تكفير المشركين وثم الإيمان بالله. وبعضهم يعني نحن نعرف شيخنا تكفير المشركين أصل الدين، وبعضهم يقول شيخنا حبيب يقول تكفير المشركين ليس من أصل الدين. يقول تكفير المشركين ليس من أصل الدين. من لم يكفر الكافر فليس مسلم، ليس بمسلم. أحسنتم. يعني كما قال الله عز وجل فمن يكفر بالطاغوت ويؤمن، هذا هو الشرط. هذا كلام باطل. كلام باطل. كيف نعاملهم مع هؤلاء الجهال؟ المؤمن حتى يعرف الله يهديهم. وكذلك شيخنا بارك الله فيكم، إذن هذا القول باطل أليس كذلك شيخنا؟ Subhanallah, bu barədə yaxşı zənn eləyək ki, bu öz fikir babalarının rəyində deyil, sadəcə olaraq bu cahildir, bu məsələnin fərqinə varmır. Bu iki növ kafirin arasında fərqi seçə bilmir. وكذلك شيخنا هل في فرق بين من لم يكفر اليهود والنصارى ومن لم يكفر العباد القبور؟ كلاهما واحد أليس كذلك؟ لأنهم يعني شيخنا بعضهم يقول اليهود والنصارى عموما اتركوهم لا تجادلونهم، ولا جهال ولا انهم اهل باطل، اتركوهم. وكذلك العباد القبور عموما الكفار، يقول خصوص انا بلغوهم اذا قبلوا الحمد لله، ما قبلوا اتركوهم ابعدوا عنهم. هل نصلي خلفهم شيخنا؟ اذا كان ما يكفر الكافر لا تصلي. لا، هو يقول أن الذين يعذرون المشركين هؤلاء نحن نعرف الموحد لا يكون موحدا، لا بد أن نكفر المشرك. هذا الشخص يقول أنا أكفر بعد قيام الحجة. يتركوا بس لا تصلي. حياك الله. جزاكم الله خيرا. بارك الله. يقول أحسن الله إليكم: هل تكفير عباد القبور هو منهج التكفيريين والخوارج؟ منهج أهل السنة والجماعة، تكفير المشركين في القبور أو غيرها، هذا منهج أهل السنة والجماعة، ما هو منهج الخوارج. الخوارج يكفرون المؤمنين ما هم بالمشركين. في فرق بين هذا وهذا. نعم. يقول في رسالته: في فتاواكم، ويخاطبكم سماحة الشيخ، في فتاواكم المؤرخة بتاريخ 20/5/1408 والمرقمة برقم 1043، وهي: ولذا يعلم أنه لا يجوز لطائفة الموحدين الذين يعتقدون كفر عباد القبور أن يكفروا إخوانهم الموحدين الذين توقفوا في كفرهم حتى تقام عليهم الحجة، لأن توقفهم عن تكفيرهم له شبهة، وهي اعتقادهم أنه لا بد من إقامة الحجة على أولئك القبوريين، مثل تكفيرهم بخلاف من لا شبهة في كفره كاليهود. فقد فهم بعضنا أن الحجة تقام على الإخوة الموحدين لوقوعهم في شبهة عدم تكفير عباد القبور، ظنا منهم أن عباد القبور تقام عليهم الحجة قبل تكفيرهم. وفهم البعض الآخر أن معنى حتى تقام الحجة عليهم أي متى تقام الحجة على القبوريين، وليس معناه إقامة الحجة على طائفة الموحدين الذين يقرون عباد القبور بالجهل، أو الذين يعذرون عباد القبور بالجهل. فالرجاء يا سماحة الشيخ عبد العزيز، وأستحلفك بالله الذي لا إله غيره، أن توضح لنا هذا الأمر. هل الذي تقام على الحجة عليه الحجة هم عباد القبور أو الموحدين الذين يعذرون عباد القبور؟ جزاكم الله خيرا.
المقصود هو أن الذين توقفوا في تكفير عباد القبور لا يكفرون حتى تقام الحجة على أولئك الذين استمروا في عبادة الأموات والاستغاثة بالأموات، لأن هؤلاء الذين توقفوا في كفرهم لهم هذه الشبهة. فالمقصود أن الموحد المؤمن الذي توقف عن تكفير بعض عباد القبور لا يقال إنه كافر لأنه لم يكفر الكافر، ولكن يتوقف في تكفيره حتى يبين له وتزول الشبهة أن هؤلاء الذين يعبدون القبور ويستغيثون بالأموات كفار، لأن الذين عبدوا القبور من أهل الجاهلية في عهد النبي صلى الله عليه وسلم وقبله كانوا كفارا، إلا من كان من أهل الفترة الذين لم تبلغهم الحجة فهؤلاء أمرهم إلى الله سبحانه وتعالى. أما الذين بلغتهم الحجة فهم كفار، وإن كانوا في نفس الأمر لم يفهموا ولم يتبينوا أن ما هم عليه كفر. فإذا كان الموحد الذي عرف الدين وعرف الحق توقف عن تكفير بعض هؤلاء الذين يعبدون القبور فإنه لا يكفر حتى يبين له الحجة وتزول الشبهة التي من أجلها توقف. والمقصود هو أنه لا يكفر الموحد الذي توقف عن تكفير عباد الأوثان حتى تقوم عليه حجه، حتى يبين له أسباب كفرهم وحتى تتضح له أسباب كفرهم. هذا المقصود، لأنه قد يتوقف يحسب أنهم ليسوا بكفار، فإذا بين له ذلك واتضح له ذلك صار مثل من لم يكفر اليهود والنصارى. فمن قال إن اليهود والنصارى ليسوا كفارا وهو ممن يعرف الأدلة الشرعية ومن أهل العلم يبين له حتى يعرف أنهم كفار، وإذا شك في كفرهم كفر، لأن من شك في كفر الكافر واضح كفره كفر. واليهود والنصارى من الكفار الذين قد علم كفرهم وضلالهم وعرفه الناس عاميهم وغير عاميهم. وهكذا الشيوعيون الذين يجحدون وجود الله وينكرون وجود الله كفرهم أكثر وأبين من كفر اليهود والنصارى. والقاعدة الكلية في هذا أن الذي توقف في كفر بعض الناس لا يستعجل في كفره حتى يوضح له الأمر وحتى تزال عنه الشبهة التي من أجلها توقف عن تكفير الكافرين. والله المستعان.